Buranı belə düzəltdim. Burasını belə setka elədim. Bayaqdan bununla əlləşirəm. Burasını belə qapı elədim. Görürsünüz də. Belə. İstər dovşan saxla, istər toyuq saxla. Belə balaca yığacam. Yəni mən toyuqlarımı gətirəcəm. Oradan çölə buraxmayacam. Çünki burada görürsünüz əkin əkmişəm. Toyuqlarım əkinlərimdən sonra buraxacam. Gəzəcəklər payızda inşallah. Payızda azad buraxacam toyuqlarımı. Onsuz da azdı toyuqlarım. Çox mama gilə getdi. Yarısı öldü. Yarısı nə bilim də, yəni xəstələndi. Yarısını kəsdi. Ona görə azalıb toyuqlarım. 4-5 dənə toyuğum var. Onları, baxın pomidorlara belə ağaçlar bastırdım. Bu pomidorlarımı belə ki, uzandıqca kökləri zərər görməsin deyə belə ağaçlar bastırdım pomidorlarıma. Badımcanlar durur hələ. Lobyalarım hələ uzanır. Onların uzanmağa, sarmaşmağa yerləri var. Amma bilmirəm də lobyanın sortun sarmaşan lobyadımı, yoxsa yer lobyasını sortun bilmirəm. Görək də, inşallah yaxşı lobya olar. Bu xiyarım artıq baxın sarmaşır. Buradan qalxır, tutunur. Belə. Buradakı pomidorlarıma da bağlayacağım ağaclar. Biberlər üçün də ağac eləyəcəm. Belə. İndi burada mən nə edirəm? Bayaqdan onun qapısını neçə gündür bugün düzəldim, sabah düzəldim deyə buralar yaman gündə idi. Düzəltmirdim, qalırdı elə. Axır ki düzəltdim, çıxdı aradan. Qəşəng də alındı. Cücələrim falan var idi, bilirsiniz. Onların hamısı mamagildədir. Həyətim, necə deyim, buralar əkin eləmişəm deyə gətirmədim. Baxın, bura cücələrin hinidir, çox qəşəng. Yuxarıda da qəşəng bir hin var. Orada həm bildirçin, həm dovşan, istədiyiniz həm toyuq, hər şey saxlamaq olar orada da. Əvvəllər hər şeyim var idi, bilirsiniz. Ördəklərim də mamagildədir. Onların artıq gətirməyəcəm. Ördəklər üçün ayrıca inim də var. O bir kənarda, bilirsiniz. Evin o bir böyründə. Pişik, oradan çıx, pişik. Pişik də gedir, əzdirməm əkinlərimi. Mən bax hələ ki, bir-iki toyuqlarımdan gətirəcəm onları yumurtasına görə. Yemək evdən atıqlar olur, bilmirəm neyniyim. Hər dəfə də mamagilə apara bilmirəm. Xarab olur. Ona görə mən o atıqları toyuqlara verməyi düşünürəm. Yəni buralarda çox inim var, bilirsiniz, sökdüm hamısını. Belə çox yaxşıdır, belə çox rahatdır. Bunun məsəl üçün üstüdür, bu setkanın üstüdür, qarşısı da açıqdır. Qışda məsəl üçün üstündə salafan atacağım, yəni klok atacağım, kulenk atacağım üstünə də, qarşısına da qəşəng olacaqlar. Buranı da açmışam setkasını. Yəni hələ heç nə yoxdur. Dovşan saxlamağa düşünürük. Dovşanlarımız yoxdur. Uşaqlar oynasın deyə dovşan alacağım. Ala bilsəm bir-iki bildirçin alacağım yumurtasına görə. Əvvəl var idi, onlar da getdilər. Axırıncılar pişik yemişdi, pişiklər. Dovşan, bir-iki dənə də bildirçin. Bir dənə dovşan alacağım, bəlkə çox yox. Bilmirəm hələ. Bir-iki dənə də bildirçin bəlkə aldım. Belə. Həyətim belədir. İndi nə eləmək istəyirəm, neçə gündür, yəni eləyəcəm deyə heç nə eləmirəm. Axır ki, o setkanı düzəltdim. İndi də quş yuvası düzəltmək istəyirəm. Görüm, alındıra biləcəm. Baxın, yuxarılardan asmaq istəyirəm quşlar üçün. Amma elə düzəltmək istəyirəm ki, qarşısında belə bir çıxıntı olsun ki, oraya yem qoyum ki, quşlar gəlsin ora. Görək, inşallah alındıra bilsəm, çəkəcəm sizlərlə. Pişik! Oradan çıx! Pişik! Pişik də orada nəyinəsə oynayır və mənim orada əkinlərimi əzir. Pişiyim, çıx oradan. Çıx! Burada
Balaca pomidorları yerdən əkdim, dedim sizə. İndi qabda da var. Səbrim çatmadı çox böyüməklərinə, əkdim yerə. İnşallah tez böyüyərlər burada. Can! Belə. Görək quş yuvasını alındıra biləcəmmi? Alındıra bilsəm, əla olacaq. Buraları əhənglədim. Baxın belə. Biraz çox qaraydı, biraz ağ görürsün. Yerlər falan, hər yer əhəngdir. Bitkilərin üstü falan. Hər yer əhəng oldu. Ağaçları da əhənglədim biraz. Olsun, bitkilərin üstü yuyulduqca gedəcək. Burada sıvaq yoxdur deyə elə güclə bir təhər belə elədim ki, biraz ağ görürsün. Ağaçlarımı da gördüyünüz kimi əhənglədim. Bu heyvamda da ki, dəhşət çox çiçək var idi, amma meyvəsi azdı, çoxu qurudu, töküldü. 5-6 dənə olsa böyük şeydir. Bu mənim xurma ağacımdır. Bu inanılmaz gözəl, sort iri bir xurmadır. Amma keçən il xəstələndi, çox böyük idi, böyümüşdü. Hər tərəfdə üstü o qədər çox xurması var idi. Xəstələndi, töküldü. Bir dənəsini belə yeyə bilmədik. Baxın, belə iri-iri belə xurmaları olur. Üstündə yenə var, amma ümidim yoxdur nədənsə. Görək necə olacaq bu ağacın axırı. Almalarımda da var. Keçən almam nə qədər yığdım. İlahi, bundan balacaydı keçən il. Yəni yığ bitmədi alma. Düz, bilirsiniz necə almadı. Qəşəng şirin almadı. Həm belə göy balaca da yemək olur. Duzda ye. Həm qırmızı olanda. Yəni yazdan tutmuş düz qışın axırına kimi bu almanı yemək olur. Üstündə də qalır. Çox gözəl sort almadı. Amma üstündə mən buradan görürəm, çəkilişdə görünmür. Yuxarılarında var. Keçən ilə nisbətən biraz çoxdur, amma yenə də ağacın özünə görə azdır. Görək necə olacaq. Gilasım da ki, yenə də azdır üstündə, təkən tükən. Bilmirəm niyə gətirmir. Buraları yeri beton idi. İnanırsınız, mən burada nələr daş çıxartdım. Bu ağaçların çoxunu betonun deşib içinə əkmişəm. Belə böyüyüblərsə böyük şeydir. Mən keçim işimə, yuva düzəltmə işinə. Görək necə olur.